Sumqayıt şəhərində Azərbaycan gənclərinin milli yaddaşın qorunması və tarixi ədalətin bərpası istiqamətində fəaliyyətini gücləndirmək məqsədi ilə mühüm tədbir təşkil olunub. Sumqayıt şəhər İcra Hakimiyyətinin, Elm və Təhsil Nazirliyinin, Qərbi Azərbaycan İcmasının və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutan konfrans Sumqayıt gənc elçilər Qərbi Azərbaycana qayıdış mövzusuna həsr olunub. Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca isə ümumilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin nəsis xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə çıxış edən Sumqayıt Dövlət Universitetinin rektor vəzifəsini icra edən Əminağa Sadıqov gələn qonaqları salamlayıb və qeyd edib ki, universitetin tələbələri arasında Qərbi Azərbaycanla bağlı elmi tədqiqatlara maraq artır, bu istiqamətdə seminarlar, debatlar, sərgilər təşkil olunur. Rektor vurğulayıb ki, gənc elçilər ideyası əslində gənclərin milli məsuliyyət daşıyıcısı və gələcək siyasi mədəni liderlər kimi formalaşmasının vacib mərhələsidir. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb. O bildirib ki, Qərbi Azərbaycan mövzusu yalnız tarix deyil, həm də bu günümüz və gələcəyimiz üçün mühüm siyasi, mənəvi və strateji məsələdir. Gənclərin bu istiqamətdə maariflənməsi və təşəbbüskar fəaliyyət göstərməsi dövlətimizin siyasətində xüsusi yer tutur. Elm və Təhsil Nazirliyinin müavini Firudin Qurbanov çıxışında bildirib ki, Azərbaycan məktəblərində və ali təhsil müəssisələrində milli yaddaşın qorunması, Qərbi Azərbaycanla bağlı faktların dərindən öyrədilməsi istiqamətində tədris və maarifləndirmə tədbirləri genişlənir. Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov öz çıxışında Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın faciəvi taleyindən, bölgədəki tarixi və mədəni irsimizdən ətraflı danışıb. Millət vəkili Mehriban Vəliyeva çıxışında bildirib ki, konfransın əsas məqsədi gəncləri Qərbi Azərbaycan həqiqətləri ilə tanış etmək, onların bu həqiqətlərin beynəlxalq səviyyədə təbliğində rolunu artırmaq və gənc nəsildə tarixi torpaqlara bağlılıq hissini daha da gücləndirməkdir. Konfransda bir neçə tələbə gənc də çıxış edib. Onlar Qərbi Azərbaycanla bağlı araşdırmalarını, şəxsi ailə tarixlərini və bu istiqamətdə gələcək planlarını tədbir iştirakçıları ilə bölüşüblər. Tədbirin sonunda Qərbi Azərbaycan mövzusunda hazırlanmış sənədli film və ədəbi bədii kompozisiyalar nümayiş olunub. Konfrans panel iclasları ilə davam etdirilib. Elvin Qudrətov, Şəmstan Fikrətli, Elbrus İsmailov, Bu gün informasiya proqramı üçün.